Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xəbər verdiyimiz kimi, Gəncədə zəhərlənmə hadisəsi baş verir. Məlumata görə 2007-ci il təvəllüdlü Ləman Əliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin tibbi yardımlarına baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Ləman Əliyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. O, Gəncə Dövlət Universitetinin Tarix və Coğrafiya Fakültəsinin 1-ci kursunda ali təhsil alırdı. Faktla bağlı araşdırma aparılır. Gəncədə az yaşlı vəfat edib. Xəbər verilir ki, hadisə Gəncə Birləşmiş Uşaq Xəstəxanasında 1 yaşlı körpəyə sistem köçürülərkən baş verib. 2025-ci il təvəllüdlü körpə hərarətlə xəstəxanaya çatdırılıb. Lakin sonradan halı pisləşib. Körpənin meyidi ekspertiza və patoloji anatomiya birliyinin Gəncə şəhər şöbəsinə aparılıb. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb.